Nə baş verir indi Təbrizdə? Pasionar qalxınma varmı? Görün necə pasionar qalxınma var. Baxın bu traktor komandamızı təbrik edirik hər qələbəsinə, zəfəri ilə. Baxın onun tərəfdarlarına. Biz burada tərəfdarları Qarabağın bilməm Neftçinin okusun, buranın tərəfdarını niyə danlayırıq ki? Ada siz də bu lozunqlar fikirləşin də. Siz baxın, hətta futbol azarkeşliyi bizdə axsayır. Bütün günü Qurbanı tərifləyirdilər. Mən o Qarabağ komandasına heç bir azarkeşi olmamışım, açığı deyim sizə. Amma haqqı da deməliyəm. Heç bir azarkeşi olmamışım. Mənim üçün o vitrin komandadır. O Azərbaycan futbolu deyil. Azərbaycan futbolu bizim yığmadır. Güzgümüz odur. Yaxşı da indi deyirdim, ana bunu şişirdirsiniz. Buna deyirəm, tərəfdarı olacaq millət, sonra uzacaq, çox uzağa gedəməyəcək, sonra məyus olacaq millətdə. Bu doğru şey. Mən belə deyirəm, indi elə deyirəm. Amma başqa bir məqam var. Bəs dünənə kimi qurban deyib tərifləyirdiniz. Hə? Tərəfdarlığı da kişi kimi eləmək lazımdır. 300 nəfər Holland gəlmişdi Ajaxın tərəfdarı. Səs-küyündən evdə oturanmirdim mən. 30 min, 40 min bizim tərəfdar qarar elə bil ki, orada bir kütlədə otururlar, səsləri çıxmır. Bu deyil tərəfdarlıq. Qurbanı pisləyirsiniz. Futbolun 70% sizsiz, səs-söz çıxmır. Haradadır lozunqlar, haradadır oxunan mahnılar. Gəlib orada oturub tum çırtdığı bir söyüş söyməklə dövrək. Nə kimi danlayırsınız siz? Düşdülər o Nəriman uşağın üstünə. Öz millətimizdir, nə deyib amma sabir, ceyli cənnətli olsun deyil. Yadlar desə əl qol açıb oynarıq. Əl qol açsa qardaşımız qoymarıq. Düşüblər Nəriman o hücumçudur, qardaş, o müdafiəçidir. Orada Medina da səhv edir, Yankoviç də səhv edir, onun səsləri çıxmır. Düşüblər o Nərimanın üstünə. Nə xəbərdə? Nə olub? Hara gedəcəksiniz? Dünya çempionu olmaq istəyirdiniz. Özü biri yox, ikisi yox, aparıcılar video yazıb qoyurlar. Nəriman ilə getir, Nəriman ilə. Dərisi bir köpək dəymir özündən. Düşüb o Nərimanın üstünə. Oğlumuzdur da, adam səhəfi olmasın birincisinin qabağınızda. Adamı məhv edirsiniz ki. Özü səhəfi də yox idi axı Nəriman. Yazıq nə eləməli idi ki? Yorulmuşdu da komandada. Çıxdı da, Qurban da elədiyini eləyib də. Nətər olur, dünyanə kimi təhvizdən birdən-birə başlayır. Bu, belə tərəfdarlıq eləmək olmaz. Belə ədəbsizlik eləmək olmaz. Futbola tərəfdarlıq eləyirsinizsə, kişi kimi eləyin. Eləmirsiniz, kesin oturun qıraqda. Ona görə futbol da gündədir, təhsil də bu gündədir. Baxın görün traktorun tərəfdarlarına. Baxın görün nə passionar, nə milli qalxınma var orada. Nə gözəldir, nə böyük qürur var. Yaşa Təbriz. Kök, bütün bünövrə oradadır. İtirdiyimizi orada tapacağıq. Bu gözəl videolar. Mən tərəfdarları buradan danlayıram, alınan deyil. Milliyyətçilik olmayan yerdə 5-10 manat verməklə orada Qarabağ qışqırmanla, mən orada çıxıb Neftçi qışqırmanla, Sabah qışqırmanla heç nə alınmaz. Təkcə Qarabağını çəkirəm, çünki Qarabağ irəlidə idi. O istəri də ondan irəli deyirlər. Turan komandasının adını yazırlar, ölkün qabağına Toğuz yazırsınız. Nətər olur, Neftçi yazını Bakı yazmırsınız. O biz komandanın adını yazmırsınız, hə? Turan adından qorxursunuz tək qalsın orada. Komandanın Turandır da. O Toğuzu, bilirik də Toğuzudur. Canımız da Türk yurdudur. Qədim igidlər yurdu. Adın, bütün komandaların adını yazırlar. Adı nədirsə onu yazırlar. Turan böyle o adını yazırlar. Turan oyunda adına yerində nədir ki? Nədən çəkinirsiniz? Yaxı iç danışır. İç. İçdə Soxulcan var. O danışır. Həmən Rus Soxulcanı. Harada olsa bir şey fikirləşsin, atsın ora. Sonra indi bir videoda göstereceğim size. Artık Güney Azerbaycan'da Cənab Pezişkyan, doktor, seçen de o milleti tabii ki, o seçim getirib onu hakimiyyətə. Bizim de zəfərimizin dalğası nəticəsində orada milli bir yükseliş var. Bütün Türk dünyasındaki yükseliş bizim zəfərimizin dalğasıdır. Bütün Türk dünyasında. Türkiye'den tutmuş, Bişkek'ten tutmuş Ankara'ya kadar, Təbrizdən tutmuş Yakutiya kadar. O bizim buradaki zəfərimizin, bizim komutanımızın, bizim ordumuzun, şəhidlərimizin, qazilərimizin, millətimizin qüdrətinin bir pasyonar partlayışıdır bütün Türk dünyasına. Ama ne görürəm indi Güney Azerbaycan'da? Güney Azerbaycan'ın bayraqları ilə gənclər, gözəl bir aşıq mahnısıyla, gözəl də oxuyub, kişi yana bir aşıq mahnısıyla. Ondan başqa da Azərbaycan Türk dövlətlərinin bayraqları da divardan asılıb. Bəzi oradakı iştirakçıların da çiynində mübarək bayrağımız, bir kere yükselen bayrağımız da çiynlərində də var. Ama əllərində yüksəkdə qaldırdılar Güney Azərbaycanın bayrağıdır ki, o bayraq qalxacaq orada. 100% qalxacaq, əminik bütöv Azərbaycanda. Ama
Qızlar da artıq kimsə başını bağlamayıb. Azad şəkildə el-ele verib oğlanlar, qızlar orada yallı gedirlər. Bir Türk yallısı gedirlər. Baxın bu görüntüyə görün, nə gözəl görüntüdür. Ben aşık olmam ona, boşkala beni yaşkala. Ben aşık olmam ona, ne de güzel yaratmış, kurbanım yaradana. Ne de güzel yaratmış ve kurbanım yaradana. Ne güzel görüntüdür. He? Azerbaycan, Türk'em diyeni şişede asırdılar he, o devlette. Ne güzel bir yükseliştir bu. Ne güzel ruh var orada. Bakın bayraklara, Güney Azerbaycanımızın bayraklarına. Bakın orada yiğitlerimizin, kızlarımız oladı yiğitler, kızlar da yiğitler. Aslanın erkeği dişisi olmaz değiller. Orada bozkurtların hamısının elinde bayrağımız var. Aşık da güzel okuyur, özleri de güzeldiler. Aferin Təbriz evlatları, aferin Güney Azerbaycan Türkleri. Yaşasın bütöv Azerbaycan. Ne mutlu Türk'üm diyene.